Deməli, burada deyir ki, mərkəzi bucağı ilə daxilə çəkilmiş bucaq arasında bir əlaqə var. Nədir bu əlaqə? Müəllim, testlərdə düşürmü, imtahana düşürmü? Bəli, bu əlaqə imtahanlara düşür. Birini buradan çəkirəm, olsun A, burada olsun B. Digərisi yuxarıdadır. Belə çəkək, deməli. Şəkil bilirəm, çox eybəcər alınır. Amma bacardığımızdan yazmağa çalışıram. Deməli, bura alfa olsun. Mərkəzi bucağa da beta deyək. Deyək ki, bunlar arasında bir əlaqə var. Uşaqlar, fikir verirsinizsə, burada bax, daxilə çəkilmiş bucağı ilə mərkəzi bucaq eyni qövsə söykənir. Yəni, alfanın da bir ayağı A-nın üzərində, bir ayağı B-nin üzərində. Fikir verirsiniz. Eyni ilə betanın da bir ayağı A-nın üzərində, bir ayağı isə B-nin üzərindədir. Loru dillə belə başa salım sizə. İndi bizə deyir ki, daxilə çəkilmiş bucağı tapmaq istəyirsənsə, onda deyir betanı yarıya indirməlisən. Bu formada yazmalısın. Və yaxud da qövslə ifadə etsək, biz bilirik ki, beta bucağı AMB qövsündən ölçülür. Baxın, onda mən deyəcəm ki, alfa bucağını tapmaq üçün AMB qövsünü yarıya indirməliyəm. İmtahan sizə nə verilir, sizdən nə istəyir? Siz o dəqiqə söz görən kimi bəziləriniz qaçırsınız, ikiyə bölüb cavab deyirsiniz. Ehtiyatlı olun, tələsməyin. İndi, bu oldu birinci. Bu oldu birinci. İndi keçirəm ikinci. İkincidə nə uşaqlar? İkincidə toxunan ilə baya donur. Bir nöqtədə toxunmalıdır. Şəklin eybəcərliyinə görə bütün nöqtələrdə göt toxunmuş oldu buna. Çevrə də düzgün çəkilməyib. Ağıllı lövhə çox təəssüf ki, burada işləmir. Nə görə düz çəkməyə çalışsam da uşaqlar, ancaq şəkil belə alınır. Deməli, A, bu da S. Bu da olsun S nöqtəsi. Bak, burada B nöqtəsidir. Burada O. İndi burada olsun bizdə fi bucağı. Və yaxud da bir alfa bucağı deyək. Bax, buradakı bucağı. İndi fikir verin uşaqlar. Deyir ki, çevrədə AS toxunandır. Fikir verirsiniz. AS toxunandır. Çevrəyə toxunur. Bu forma toxunub çıxıb gedir. AB isə nədir burada? Və tər. Onda deyirəm ki, vətər ilə toxunan arasında bir bucaq var. Vətərlə toxunan arasında olan bucaq. Toxunan arasındakı bucaq. Aha. İndi mən bu bucağı necə taparam? Şöyle buradakı alfa bucağını. Deyir ki, buradakı alfa bucağını tapmaq üçün sən burada bir qövs var ha. Bu qövs. Bax. Onu sizə mavi rənglə göstərim. Bax, bu qövs var. Bax. Bax, deyir ki, bu alfa bucağı o qövsün yarısına bərabərdir. Yəni, alfa bərabərdir
AMB qövsünün yarısına. AMB qövsünün yarısına. Və yaxud da BAC bucağı da alfa. BAC bucağına bərabərdir. Bu da yazaq elə belə alfa BAC-nin özüdür. O da arada qalan qövsün yarısına bərabərdir. Dərəcə ölçüsü olaraq. Tamam, buradan iki dənə önəmli bir qayda öyrəndik. Birinci qayda mərkəzi bucaq ilə daxilə çəkilmiş bucaq arasındakı əlaqə. İkinci, vətər ilə toxunan arasındakı bucaq. Hamı aydın oldu bunlar. Bəli. Səslər çox zəif gəlir mənə nəsə. Burada təzədən ikiyə bölmüşük. O hissəni niyə yazdıq ki təzədən? Harda ikiyə bölmüşük? Bir dənə göstər. O bucaq AMB olan yer. İkincidə, Aha. bax Murad, burada birinci hissədə. Birinci hissədə bu daxilə çəkilmiş ilə mərkəzi bucaq arasındakı olan əlaqədir. İkinci hissədə isə vətərlə toxunan arasında olan bucaqdan söhbət gedir. Vətərlə toxunan arasında olduğuna görə biz burada alfa bucağını tapanda bax bu qövs yoxdur, AMB qövsü. Bunu yarıya indirməliyik ki, o bucağı tapaq görək neçə dərəcədir. Yəni o çəkildiyi qövsün elə bir ki, bir növ daxilə çəkilmiş bucaq kimi düşünürsən də bunu. Əslində elə deyil ha, prosta elə düşünürsən də, düşüncəndə, aydındır. Hə, başa düşdüm. Uşaqlar, bir də var, vətərlərin kəsişməsindən alınan bucaqlar var. İki vətərin kəsişməsindən alınan bucaq. Baxın, bunlar çox önəmlidir, bu hissə bucaqları. Prosta burada şəkil çəkəndə vaxt gedir deyənə, mən istəyirəm ki, bunu açım kitabdan göstərim. Kitabda olmayanın eybi yoxdur. Buradan mən deyərəm, leksiya eləyərəm, şəkil çəkərəm orada sizin üçün əlavə eləyərik. Video izahda düşər o da. Bunu denə bükək. Bu ekran mənə çox mane olur sizin bu ad hissəniz. Hə, deməli. Deyək, gəldik çevrəyə. Tamam, getdik ya Allah. Deməli, uşaqlar, baxın, burada mən keçdiyim ilkin anlayışlar sizin üçün yazılıb. Daxilə çəkilmiş bucaq, daxilə çəkilmiş mərkəzi bucaq, söykənərsə və s. arasındakı əlaqə falan yazılıb burada. Bir də bax, eyni qövsü söykənən bucaqlar. Baxın, bura uşaqlar. Yəni, bura fikir verin. Baxın. Eyni qövsə söykənmiş, daxilə çəkilmiş bucaqlar bir-birinə bərabərdir. Yəni, bax, burada fikir verin. Alfa bucağının bir ayağı gəlir düşür A-nın üzərinə, bir ayağı gəlir düşür B-nin üzərinə. Buradakı D bucağının bir ayağı gəlir düşür A-nın üzərinə, bir ayağı isə B-nin üzərindədir. Sonuçta onlar eyni bir qövsə söykənirlər. Həmin qövsün adı AMB qövsüdür. Bax, bu hissədə gördünüz. Bax, bu qövsdür. Yəni, bunların dərəcə ölçüləri deyirlər ki, nədir? Bir-birinə bərabərdir. Hə, gəldik indi diametrə söykənən bucaqlara. ASB bucağından ADB bucağı, bax, fikir verin. Diametrə söykənən bucaqlar nədir? 90 dərəcədir. Aydındır? Diametrdir də, AB diametrdəyik. Ona söykənən bucaqlar nədir? 90 dərəcədir. Bugün hamı yatır dərsdə, hamının yuxusu gəlir. Sual verirəm, heç kimdən səs çıxmır. Anlaşılır, anlaşılmır. İki vətərin kəsişməsindən alınan bucaqların düsturu. Bu imtahana düşüb uşaqlar. Yəni, imtahanda var bu sual. İki dənə vətər götürülür. Biri DS idi, biri də AB vətərlərdir. Bunlar kəsişirlər bir nöqtədə. İndi, burada biz alfa bucağı alırıq. Bura alfadırsa, burada alfadır bu arada. Deyir ki, uşaqlar, alfa bucağını tapmaq üçün
AMD ilə BNC-ni deyir topla, bölgünə yarıya. Bir daha deyirəm, iki vətər kəsişəndə biz orada bucaqlar alırıq. Deyir, o bucaqları tapmaq üçün nə ilə? AMD ilə BNC-ni topla, böl yarıya. Ola bilərsə burada beta bucağını versin. Bax, onu burada yazmayıb. Beta bucağı da düşür. Beta bucağını verəndə uşaqlar, beta bucağının qövsləri BD ilə AC-dir. Tamam mı? BD ilə AC-ni topla, böl yarıya. Aydın oldu. Yazıram bura. Beta bərabərdir. AC üstə gəl BD bölünsün 2-yə. Çox gözəl şəkildə bizim qələmimiz yazır. Sağ olsun. Artıq axşam üstüdür. İnternet çökür. Qələm də yoxlayır. Hə, qələm də yuxulayır. Ümumiyyətlə, Wi-Fi-nin özü adı 5G-dir, amma özünün heç 5G-nin 5-indən də xəbəri yoxdur. Sadəcə adı belədir ki, 5G. Deməli, bax bu mən dediyim qaydadır bu yaxşısı. AC deyir toxunan olarsa, o zaman arada qalan bax bu bucaq var ha, alfa. Bax bu qövsün yarısından ölçülür. Aydındır? Yəni bu AC qövsüdür. Alfanı tapmaq üçün AC-ni yarıya bölmək lazımdır. Onu deyirsə. Deyir ki, təpə nöqtəsi çevrənin xaricində olan, yəni bax təpə nöqtəsi A-dır. Çevrənin xaricindədir, çöldədir. Tərəfləri çevrəni kəsən bucaq. Görsən, bax bunun tərəfləri nə edir? Bax AC tərəfi çevrənin kəsir. Bax fikir ver. Gördün, çevrəni kəsdi. Bax bu da çevrəni kəsdi. İndi sən fikir ver. Burada alfa bucağı necə tapacaqsan? Görsən çöldədir. Çöldə olanda böyük qövsdən kiçik qövsə çıxıb yarıya bölərlər. Bir daha deyirəm, böyük qövsdən kiçik qövsə çıxıb nə edərik? Yarıya bölərik. Testləri işləyəndə bu cür suallar qarşınıza çıxa bilər. Qayda bunların düsturlarına baxa-baxa işləyin. Mən sizi tanış edirəm sadəcə olaraq, izah edirəm ki, nədir. Ay uşaqlar, baxın, kəsən olanda çıxıb böldük yarıya. Əgər AC ilə AK toxunanlar olsa, o zaman bax, bu alfa ilə, bu BMD var ha, bu BMD, bu tipli suallar çoxdur burada. Bunları deyir, toplasan 180 olar. İndi sizə belə bir sual. Bu qaydalar ümumiyyətlə necə yadda qalacaq ki? Çox maraqlı. Bu İşləyərək praktik yadda qala edə-edə. bilər. Bəli, ancaq praktik edə-edə. Yoxsa mən oturum bunu nağıl kimi oxuyum, nağılla şey yaddır, bu riyaziyyatdır. Fizikadır, kimyadır, riyaziyyatdır. Bunları tanış olduğun qaydanın həmin qaydaya uyğun çalışma eləməlisən. Səhv elə, amma öyrən. Səhv eləyə zaten cəmaat öyrənir. Heç kim belə fikir Orası ki, səhvləriniz olacaq zaten və səhvlər üzərində öyrənəcəksiniz. Sadəcə olaraq özünüz testi işləyəndən sonra arxada cavablar var. Cavabları yoxlayırsınız və həqiqətən də baxırsınız ki, bu sualı bilirsiniz, yoxsa yox. Amma bəziləriniz nə edirsiniz? Stop, sualın bitdiyini görən kimi mən bunu eləyə bilməyəcəm. Avtomatik müəllimə gedir sual. Bunu görürsə mən bunu eləyə bilməyəcəm. Bir aç bir kitaba bax da, bir qaydaya bax da, nə olur? Bir aç bax gör nə yazırlar o kitabda. Bir kitabın içinə bir bax da. Bir çıxın da bu telefondan. Hamı telefonda olduğunu görə mən məcburi şəkildə PDF variantları beləsə elektron formada göndərirəm ki, oradan baxasınız. Yaxşı, dərs kaydı olur, çox danışmayayım. Uşaqlar, AC və AK toxunanlar olacaqsa, bax belə bir şəkil qabağınıza çıxa bilər. Bir daha deyirəm, AC ilə AK toxunanlar olsa, mən bu ortadan belə bax, mərkəzdən keçən bir düz xətt apara bilərəm. Həmin düz xətt, bax, buradakı bucağı yarıya bölür. Bir də bax, bu mərkəzi bucağı yarıya bölür. Yəni o nədir? Tənbələn rolunu oynayır. Aydın oldu? Belə. Bunu birinci hissədə demişdim deyə təkrar olaraq burada demirəm. Orada demişəm. Dediyim şeyləri daha təkrar demirəm. Bir də uşaqlar, baxın burada yazılıb. Toxunan toxunma nöqtəsində radiusu perpendikulyar yazılıb. Bir də bu var qayda. Bu da düşüb testlərdə. Deyir ki, əgər bax bu AB nədir uşaqlar? AB-nin adı vətər deyil. AB vətəri OC radiusuna perpendikulyar şəkildə çəkilibsə, bu zaman deyir bu OC radiusu
həm bu qövsü AB qövsünü yarıya bölür, həm də AB vətərini yarıya bölür. Tamam mı? Yəni bax bura 5-dirsə, burada 5 olur. Buranın dərəcəsi 60-dırsa, burada 60 olur. Bax belə qayda ilə bu işləyir. Bunun işləmə prinsipi belədir. Və yadda saxlayın əzizlərim. Bir nöqtədən çevrəyə siz toxulanlar çəkmisinizsə, o zaman sizdə olan bu toxulanların uzunluqları biri-birinə bərabərdir. Yəni bax bura 10 santimetrdirsə, bura da onda 10 santimetrdir. Müəllim, niyə? Çünki sən bunu eyni bir nöqtədən çəkmisən. Və uşaqlar, vətənlər kəsişə bilər. Okeydir, kəsişsinlər. O zaman biz burada 4 dənə parça alırıq da. AK, KB, SK, KD. Bax, bunları bir-birinə hasilləri bərabər olur. Tamam mı? Kusokları vurursunuz, bir-birinə bərabərləşdirirsiniz. Qorxulu bir şey yoxdur burada. İndi burada uşaqların ən çox çaşdırdığı bir yeri deyəcəm sizə. O yer bilirsiniz haradır uşaqlar? Bax, o yer buradır. Deyir ki, əgər kəsən, bax bu kəsəni görsən, neyinir? Bax, çevrəni kəsir, içindən keçir də kəsir. Onda deyir ki, AB vurulsun, bütöv parçanın uzunluğu, yəni çöldə qalanı vurursan o hissəyə. Yadda qalsın deyə belə deyirəm həmişə sizə. Çöldə qalan kimdir? AB. Option nədir? AC deyil. AB-ni vur AC-yi. Çöldə qalan kimdir? AD-dir. Bütöv parça nədir? AM deyil. Vurursan bir-birinə, bərabərləşdirdin. Qutardı, getdi. Buna uyğun çalışmalar var. Hər şey qaydasındadır uşaqlar. Bir şey soruşmaq istəyirəm. Bu ümumiyyətlə Buyur. çevrə həqiqə ədədlərdən sonra gələn bir şeydir. Yəni bu bir öz başlıqdır da, düzdür. Yəni hansı ki o kəsirlər kimi falan. Yoxsa həm desən davamı tam qarışdırıram o. Yox, əzizim, bax, yadda saxla. Bizdə var cəbir, var həndəsə. Aha. Fiqurlardan danışıramsa, deməli mən həndəsədən danışıram. Əgər yox, misalların həllindən danışıramsa, o zaman cəbirdən danışıram. Hal-hazırda biz həndəsəni keçirik. Yəni bunu girişdə dedim Qarışdırıram. əslində. Yəni bu həqiqətlər falan deyil, bu fiqurlardır. Yox, bunu Və başlayayım. O biri dərsə görə deyirəm. Sıralamanı tutmaq istəyirdim. yox, bu həqiqətlərdir. Prosta biz daimi cəbir keçmirik. Yəni Ha, proqramda ondan sonra bu mövzu gəlir. Tamam mı? aydın. Okay. İndi uşaqlar AB əgər toxunan olsa, AB toxunan olsa, o zaman AB-nin kvadratı bərabərdir. Çöldə qalan hissə vurulsun bütöv hissəyə. Çünki bu kəsəndir. Bax bir daha deyirəm, toxunandır bu. AB toxundu, getdi bax, toxundu. Bir toxunanın kvadratı bərabərdir. AC vurulsun nəyə? AD-yə. Aydın oldu? Bax, bu 1, bu da 2. Bunlar hər biri testlərdə var. Birazdan görəcəksiniz. Onunla birincisi də demişdim, daha təkrar olmasın. Yavaş-yavaş mövzu zaxı bitdi. Hə, gəldik indi praktik hissəyə. Daha dincələ, mövzu zaxı qurtardı. ABC, yeri gəlmişkən, testlərdə nəsə qabağımıza çıxar, onları biz qeyd eləyəcəyik. Prosta oturub ancaq danışmaq istəmirəm mən. ABC 25 dərəcə olarsa, AC qövsünün dərəcə ölçüsünü tapın. Uşaqlar deyir ki, ABC. İndi kim deyər? ABC daxilə çəkilmiş bucaqdır, yoxsa mərkəzi bucaqdırmı? ABC Hı -hı. mərkəzi bucaq. Leyla deyir, mərkəzi bucaqdır. Buna razısan, Həbib? Məncə o mərkəzi bucaqdır. Yəni, düz. Məncə də öyle. Çünki Uşaqlar. bayaqları nümunədə AMB-ni belə çəkmişdi axı. Bəli, müəllim, mərkəzi bucaqdır. Xeyr, mərkəzi bucaq deyil. Bu daxilə çəkilmiş bucaqdır, uşaqlar. Mərkəzi bucaq mərkəzdən çəkilir. Bax, əgər mən OS ilə birləşdirsəm, burada bir bucaq desəm, beta bucağı.
Bu olar necə bucaq? Mərkəzi bucaq. Çünki mərkəzdə çəkilib. Amma bu görürsüz mərkəzdən qıraqdadır. Qıraqda çəkilmişsənsə deməli daxilə çəkilmiş bucaq sayılır. Tamam mı? O zaman daxili bucaq bizdə 25 veribsə, onda AC bunun 2 qatı olacaq. Yəni 50 dərəcə olmalıdır ki, tamamlansın. Düzgün variant A bəndə olmuş olacaq. Davam edirəm 2 nömrəli sualı öz-öz işləyərsiniz təkrardır. 3 nömrəyə baxıram. Deyir ki, MNK 20 dərəcə olarsa, MK-nın dərəcə ölçüsünü tapın. MNK. Bax, bu bucaq kim deyər? Daxilidir, yoxsa mərkəzidir? Daxili. Daxili. O zaman MK nə olacaq uşaqlar? Qövs onun 2 qatı. Yəni, bura 20-dirsə, onda bu MK qövsü olacaq 40 dərəcə. Dörd nömrəli suala baxıram. Mərkəzi O olan çevrədə MNK 30 dərəcə olarsa, MOK bucağını tapın. Hə, mərkəzi O olan bir çevrəmiz var. MNK bizim üçün 30 verilib. Bu bucaq 30-dur. Bizdən soruşur MOK bucağını. Uşaqlar, MOK mərkəzi bucaq deyilmi? Aha. Və yaxud biz dedik ki, mərkəzi bucaq, əgər bunlar eyni qövsə söykəniblərsə, bax fikir ver, 30 dərəcə, bura olsun alfa, bura olsun beta. Alfanın da bir ayağı M-nin üzərində, biri K-nın üzərindədir. Eyni ilə betanın da bir ayağı M-də, bir ayağı K-dadır. Deməli, bunlar eyni bir qövsə söykəniblər. Hə? Onda alfa 30-dursa, beta onun 2 qatı olmalıdır. Yəni, 60 dərəcə olacaq. İndi mən sizə başqa yolla izah edim. Bu yol sizə qaranlıq əzbər kimi gəldisə. Ay uşaqlar, daxilə çəkilmiş bucaq 30 dərəcə deyil bura. O zaman MK qövsü onun 2 qatı olmalı deyilmi? Çünki daxilə çəkilmiş bucaq MK-nın yarısına bərabərdir. Deməli, burada MK 60 olub ki, onun yarısı olub 30 daxildə. Düzdür? İndi mərkəzi bucaq MOK da mərkəzi bucaqdır. Mərkəzi bucaq hansı qövsə söykənirsə, onun dərəcə ölçüsünü götürür. Yəni, bura 60-dırsa, deyir, mən də 60-am. Tutardı, getdi. Bu cürdə yanaşa bilərsiniz məsələyə. Bu minivalla testlər gəlir. Mən çox uzunçuluq eləməyəcəm burada. Eyni şeylərdir bunlar da. Burada biraz bunları sözlə yazır sizin üçün. Deyir ki, uzunluğu 20 pi olan çevrənin radiusunu tapın. Uzunluq bilirəm ki, L bərabərdir 2 pi ilə hesablanır. Düsturu yazıram. Uzunluğu 20 pi idi. L 20 pi idi. Hə, Murad? Bərabərdir 2 vurulsun pi, vurulsun R. Buradan pi'lər getdi. 20-ni 2-yə böləndə alıram ki, R bərabərdir 10. Yəni, Y variant. Aydındır? Bəli. Eyni suallar gəlir. Bunları işləmək lazımdır. Birini də buraxmırsınız. Qəşəng-qəşəng işləyirsiniz bunları. İndi gəlin bir dənə burada bu suala baxaq. Deyir ki, 26 nömrəli sualda MK qövsünün dərəcə ölçüsü 60-dır. MK-nın, yəni bax bu qövsünün dərəcə ölçüsü 60 dərəcədir. 60 dərəcə yazaq. Bizə deyir ki, MNK, bax, buradakı balacanı soruşur. Bu balaca daxilə çəkilməyib. Biz də dedik ki, daxilə çəkilmiş bucaq söykəndiyi qövsün yarısı ilə ölçülür. Yəni, alfa daxilə çəkilib deyənə, onda MK-nın yarısına bərabərdir. Yəni, olacaq 30 dərəcə. Yaxşı, 28-i deyə bilərsiniz.
60 dərəcə. Ne olacak müəllim? Neçə dərəcə? 60. 60. Murad, razısan yoldaşlarınla? Bir dəqiqə. Necə? Hə, bir dəqiqə deyirəm. Ə, Mən də elə düşünürəm 60 dərəcə. Niyəsini bilirsən? Çünki Əsas belə deyim də, niyəsini bilməkdir. ə, Necə? belə deyim də bizdə həmən bu BOC belə deyim şeyə gedir də A-nı tapanda. O bayaqları düsturda yazmışdı. Necə ki AMB-nin bucağı Ölçən ikiyə denkliklə bölünməsi. bərabər olur. Bu da elə. Bəli, bura mərkəzi bucaqdır. A isə daxilə çəkilmiş bucaqdır və eyni qövsün üzərində olduqlarına görə bura olacaq 60 dərəcə. Murad, sənin üçün normaldır. Riyazi ədəbiyyat biraz az oxumuşuq deyənə terminlər deməkdə çətinlik çəkirsən adları. Ona görə bunları evdə qəşəng-qəşəng özün üçün bir kənara yaz, tamam mı? O tapşırığı bitirəndən sonra da, yəni deməyim odur. Belə 10 dəqiqə vaxt ayırsan, sən bir dənə bunun üzünə baxsan, bəs eləyəcək sənin üçün. Alfa bucağını tapın. Amma evdə çox məşğul olacaqsınız. Yəni yanvardan artıq başlayaraq mən sizin artıq o deyir, sıxıb suyunuzun çıxarmağın vaxtı gəlib çatacaq. 2 qat çalışmalısınız mütləq şəkildə. Motivasiyanız bol olsun. İndi uşaqlar biz dedik ki, çevrənin xaricinə, daha doğrusu, çevrənin daxilinə dördbucaqlı çəkə bilərik. Çevrənin daxilinə dördbucaqlı çəkəndə, burada qarşı bucaqlar dedim mən bayaqları. Qarşı bucaqların cəmi nəyə bərabər idi? 180 dərəcəyə. O zaman buradan alfanı tapsam olacaq neçə? 140. D variantı. Bir də qayda arxain olmuyor. Mən görsəm ki, siz qaydlara arxain olub dərsdə məsuliyyətsiz yanaşırsınız ki, baxacam dərsdə qulaq asmazsınız, onda sizin bura qoşulmağınızın heç bir mənası olmayacaq. Və mən həmin qaydları gizliyə alacam kanalda. İndi gəlin beta bucağını tapaq. Beta neçə olacaq uşaqlar? Bura 30-dur. Kim deyər? Beta neçə olacaq? Bax, eynti 30. çıxırdın üstünə. Neçə? 30 150. olacaq bu da. 150. İndi dedim ki, bu qarşı bucaqların cəmi 180-dir. Bax, indi bu dəqiqə dedim. Beta üstə gəl 30, bərabərdir 180-ə. Fikir dağılır da, bu uşaqlarda fikir dağılır. Beta bərabərdir 150 dərəcəyə. Vallahi inanın Allaha, bax mənim də telefonuma bayaqdan 50 dənə mesaj gəlib. Amma heç birini açıb baxmıram. Tembol diplomla bağlı səhərdən bir 50 dənə bəlkə bir mesaj var. 50-dən də çox mesaj var. Amma dedim ki, dərsimi qurtarım, ondan sonra girib cavablandıracağam. 37-yə baxıram. Deyir ki, mərkəzi O nöqtəsi olan çevrədə ABO 60 dərəcədir. Əvvəlcə burada tapaq. ABO. Yəni bax bura. 65-dir. AOB-ni tapın. Bax bu bucağı istəyir bizdən. Ay uşaqlar. Burada bir bərabər yanlış bucaq alırıq. OA məsafəsi ilə OB məsafəsi bir-birinə bərabərdir. Bax bu məsafələr bir-birinə bərabərdir. Tamam mı? OA bərabərdir OB-yə. Yəni bura erdirsə, burada erdir. O zaman bura 65-dirsə, burada 65-dir. Burada alfadır, bilmirik neçə dərəcədir. Uşaqlar, üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. 50 Bərabər dərəcədir cavab. 180, 65 ilə 65 toplamda neçə eləyir? A sol 130, düz deyirsən də. Onda alfa olacaq 50.
Düzdür. Tamam, davam edirəm. Vay, bir dəqiqədən də az vaxtımız qalıb, ay uşaqlar, əzizlərim. Evdə nə edirsiniz, cavanlar? Evdə nə edirsiniz? Evdə testləri gəlirsiniz, deməli, 100-ə kimi. Elm həddindən 100-ə kimi testləri işləmək. Səhifəni deyirəm. Həbib, sənə də aiddir ya, sən də işləməlisən. Çünki səndə çevrə mövzusu mənim xoşuma gəlməmişdi. Eşidirsən? Mhm. Səhifə deməli 422. Səhifə 422. Kaydı saxlayaq.